O qədir xum günüdür ki, buna diqqət yönəlir. Rəsulallaha o gün vəhy olunur, ayə gəlir. Nə gəlir? Sənə Rəbbin tərəfindən gələni təbliğ elə. Bunu etməzsən əgər höccətin əskidir hələ. Daha ətraflı baxın Maidə 67. Üst tutub ümmətə məhbubi bəşər ərz etdi. Mənə vacibdir qədir xumda yığıb ümmətimi. Yeni rəhbər seçərək xətm edim öz höccətimi. Aranızda iki şey, Qur'an ilə əhl-i beyt, sizə məndən bir əmanətdir deyə etdi qeyd. Dedi onlar bilin ayrılmayacaq məhşərədək, bu əmanətdən uzaq düşməyə bir bəndə gərək. Məsələ başqa önəm kəsb eləyirdi bu səfər, Əliyə gör necə Peyğəmbərimiz verdi dəyər. Mən kimin rəhbəriyəmsə ona rəhbərdir Əli, yəni məndən sonra siz ümmətə sərvərdir Əli. O mənim canişinimdir, mənə qardaşdır Əli, açıq aşkar bu da Musa ilə Harun məsəli. Yenə də üst tutaraq haqqın ucal dərgahına, əl açıb xətmi rəsul etdi dua Allahına. Əlini kim ki sevər bəslə məhəbbət sən ona, yox əgər düşmən olarsa özün ol düşmən ona. Əhməd öz borcun əda eyləməyə nail olur, yeni bir ayə gəlir Maidə 3 nazil olur. Allahın lütfinə bax, gör necə vəhy eylədi o, sizə öz neymətimi xətm elədim söylədi o. Hansı gündən Əli rəhbərliyin icra etdi, o xilafətdə ədalət evini inşa etdi. Nə zaman görsə idi xalqı şikayətdə Əli, olub adil həmişə hökm-i qəzavətdə Əli. De görün varmı biri çatsın ədalətdə ona, nə də bir bənzər olan yoxdur səxavətdə ona. Rükü halında zəkat vermiş idi Həzrət Əli, Maidə 55-ə bax bizə gör kimdir vəli. Əli tövhid kimi bir elmin əzəl mənbəyidir, Əli İslamda olan fikrin əsas mənşəyidir. Ən gözəl təfsir edən natiqi Qur'andır Əli, sahili olmayan hikmət dolu ümmandır Əli. Nə səadətdir bu Peyğəmbərə olmaq kürəkən, nə fəxarətdir bu Peyğəmbərə olmaq kürəkən. Buna rəğmən yenə də o hamıdan sadə idi, o Əli ki hələ xilqətdən əsil zadə idi.